Salam əziz abituriyentlər. İxtisas seçimi üçün hazırlaşırsınız və belə deyim, bəziləri də artıq ikinci şansa ümidlərini bağlayıb, nəyə görə daha yaxşı nəticə göstərmək və seçimlərini daha da yaxşılaşdırmaq üçün ikinci şansı səbirsizliklə gözləyənlər var. Və bəzi açıqlamalar gəldi ki, Dövlət İmtahan Mərkəzi açıqlama verdi ki, yəni Məlikə xanım bildirdi ki, 3-5 bal aralığında qalxacaq. Mən isə onun fikrini 3-5 bal yox, 3 baldan 10 bala qədər dəyişiklik dedim. Və burada artıq uşaqlarda müəyyən psixoloji amillər üstünü təşkil elədi ki, Dövlət İmtahan Mərkəzinin dediyi daha doğrudur. Dövlət İmtahan Mərkəzi minimum səviyyədən yaxınlaşır. Buna səbəb ondan ibarətdir ki, şagirdlər arasında təşviş yaratmamaq üçün. Amma gəlin sizə belə bir meyarı izah edeyim. Hər halda hamınızın eşitdiyi bir sirri sizlə paylaşacağım və buradan artıq sizin üçün hər şey aydın olacaq. Bildiyimiz kimi bildirildi ki, 1000 nəfər adam, 1000 nəfər abituriyentimiz bu il 600-dən yüksək nəticə göstərib. 600 baldan yuxarı nəticə. 4 qrup üzrə götürəndə həmişə ən realımız budur ki, nə qədər 400 nəfərimiz deyək ki, 3-cü qrup üzrə 600 bal yığıb. Bunu bu şəkildə götürürük ki, 400 nəfərimiz 3-cü qrup üzrə 600 bal yığıb və universitetdə balların 600 balı yığıbsa, misal üçün, hər birimizin arzusu, belə deyək, vəkil olmaqdır deyək, hüquqşünaslığı oxumaq istəyirik və bütün bu şagirdlər, bu 400 nəfərin hamısı qabağına məqsəd qoysun ki, mən hüquqşünası olmaq istəyirəm. Amma hüquqşünaslığı üzrə universitetlərdə ümumi olaraq deyək ki, 320 yer ayrılıb. 320 yer ayrılıb. Və 600-dən yuxarı nəticə göstərənlərin ən üst pilləsinə fikir verəcək. Amma ondan əvvəl nəyə fikir verdik? Məsələn, Dövlət İmtahan Mərkəzi son buraxılışında, məsələn də hüquqşünaslığı göstərib ki, giriş balı 612 baldır. Və bu balın yüksəlmə şansı yarana bilər. Necə? Baxın, 400 nəfərdən 320 nəfəri, belə deyim də, plan yeri var. Və bu 400 nəfərin arasından 80 nəfər çöldə qalmalıdır. Və bunların 320-cinin yazdığı son balla yazdığı yer artıq gələn üçün balların dəyişiklik sisteminə gələcək. Baxın, burada 612 göstərib, amma ki, ola bilər ki, məsəl üçün, bu 320 nəfər yazan 320-ci adamın balı ola bilər 621 bal olsun. Çünki niyə? Rəqabət güclüdür və plan yeri daha tez ola bilər. Bu zaman gördük ki, bu il 2024-cü ilin qəbul ilinə əsasən 612 bal olan 621-ə 9 bal yüksəldi. Amma 3-5 bal səviyyəsi olmadı. Və bunu bildirməkdə məqsədim nədir? Rəqabət güclü olan qruplar ballar nisbəti yüksələ bilər. Bunu izah eləməyə çalışıram. Şagirdlər bir dənə sözü eşidirlər, ona arxayın olurlar ki, 5 bal heç nədir. Amma 5 bal yox, daha artıq da yüksələ bilər. Və məsəl üçün, sən hüquqşünaslığı istəyərsən ki, balı 612-dir, misal deyirəm, 612-dir, sən də yığmısan 615, amma axırıncı yığan adam 630 bal yığıb, onunla plan yerini doldurubsa, sən avtomatik hüquqşünaslığı yaza bilmirsən. Sən artıq keçirsən digər ixtisaslara maraq yaratmağa. Əgər aşağı ixtisasları yazırsansa, onun balının yüksəlməsi üçün şərait yaradırsan, plan yerlərini doldurarkən və ya daha belə deyim də, aşağı yerlərin, stabil yerlərin ballarının düşməyinə də səbəb ola bilirsən. Yəni, Dövlət İmtahan Mərkəzinin sizlərə bəyan elədiyi məsələ mənim bax bu izah elədiyim məsələdir. Baxın, ballar plan yerinə görə dəyişə bilər. Amma Dövlət İmtahan Mərkəzinin buraxdığı bu abituriyent 2025-ci ilin ikinci jurnalı heç bir halda balları dəyişə bilmir. Ballar daxildə plan yerinə görə, yazanlara görə dəyişə bilər qəbul prosesi zamanı. Amma Dövlət İmtahan Mərkəzi yenidən ballar jurnalı buraxmır. Yəni, bu ildə bir dəfə olan şeydir. Son qəbul ilinə əsasən buraxılan
jurnal budur. Yəni, burada gördüyünüz ballar var ha. Yəni, yadda saxlayın ki, həmin universitetləri sonuncu o balla yazılır. Misal üçün, görürük ki, Gəncə Dövlət Universiteti fizika müəllimliyi 200 bal. Oranın balı 200 deyil. Sonuncu yazan 200 bal toplayıb oranı. Ondan yüksəklər də orada oxuya bilir. Ondan aşağısı oxuyanmır. Ondan yüksək. Plan yerini 200 ilə yazıb doldurub. İzah elədiyi budur. Yəni, burada məsəl üçün baxırıq. Deyək ki, Naxçıvan Dövlət Universiteti Coğrafiya müəllimliyi yazılıb 282. 282 bunu yazan sonuncu şəxsin balıdır. Keçən il ora düşən sonuncu şəxsin balı budur. Məsəl üçün, digər bir yerlərə baxaq. Misal, hamıya maraqlı olan Bakı Dövlət Universiteti fizika müəllimliyi. Buranı sonuncu olaraq 387,2 balla yazıblar. Bu, sonuncu yazan uşağın balıdır. Ola bilər ki, bu il plan yeri, məsəl üçün, 387 baldır, düzdür. Artıq müəllimliyə, pedaqoji staja ehtiyac azalıb deyə, elə düşünülə bilər. Bakı Dövlət Universiteti fizika müəllimliyinə plan yerini 30 nəfərə verə bilər. Baxın, görün nə deyirəm. 30 nəfərə və burada 30-cu yazan şəxs 400 balla da yaza bilər. Və deməli, artıq 387 bal gələn ilin qəbulu üçün 400 oldu. Yəni, sonuncu yazan şəxs onu 400 balla yazıb bağlaya bilər. Plan yerindən çox şey asıdır. Yadda saxlayın, bundan sonra ikinci şansı, imtahanını verin, uğurlar. Ondan sonra sizlər üçün plan yerləri və ödənişlər, universitet ödənişləri çıxacaq. Həmin o plan yerlərinin sizin üçün əhəmiyyəti ondan ibarətdir ki, diqqətli olun. Plan yerlərinin əhəmiyyəti ondan ibarətdir ki, oradakı artıq saylar nə qədər çox olsa, şansınız da o qədər yüksələ bilər. Amma ki, plan yerinin sayı az olanda bu rəqabətə meyilləndirir və rəqabət halında da sizin həmin balları dəyişmək ehtimalınız çox yüksək olacaq. Burada diqqətli olmağınız çox vacibdir və mütləqdir. İnanıram ki, hər kəs məni izləyir və dinləyir. Yəni, bu sizin üçün vacib bir məsələdir. Yəni, bunu yadda saxlayın. Mən bunu sizə izah eləməkdə məqsədim ondan ibarətdir ki, hər biriniz, hər bir şagird daha yaxşı nəticə göstərsin, daha yaxşı yerlərə namizəd olsun və hər şeydən ayıq şəkildə xəbərdar olasınız. Ona görə bu videonu çəkməyi özümə həqiqətən borc bildim və inanıram ki, bu sizlər üçün də bir, belə deyək ki, kömək və ya dəstək olur. Yəni, buradakı ballara, ixtisaslara baxanda, baxın, bəzi şagirdlər baxırsan yazır ki, müəllim, salam, necəsi, deyirəm ki, yaxşıyam. Deyir ki, müəllim, Bakı dövlətdə, belə deyir, riyaziyyat müəllimliyi 544 baldır. Mən də 545 yazıram da, düşürəm da ora. Deyirəm ki, ay gözəl insan, bax, onu yazan sonuncu şagirdin balıdır da, o 544 düzdür, belə üzümə baxır. Bu elə bilir ki, 544-dən 1 bal artıq yığdı, mütləq girəcək. Elə bir qayda yoxdur, gözəl insanlar. Baxın, sənin buranın balı 544-dür. Sən 560 yığmışsansa, baxın, 100% düşməyibsən. 100% deyə bilməzsən düşürəm. Niyə? Yadda saxlayın, əgər Bakı Dövlət Universiteti, Dövlət İmtahan Mərkəzi məsələsində Bakı Dövlət Universitetinə sorğu göndərir. Bu il, misal üçün, bu il siz riyaziyyat müəllimliyinə neçə dənə plan yeri ayırırsınız? Məsələn üçün, Bakı Dövlət Universiteti cavab verir ki, 15 yer istəyirəm, bəsdir. Yəni, 15 dənə tələbə gəlsin, mənə kifayət eləyir. Çünki mən pedaqoji stajda oxuyanlarım çoxdur, ona görə digər sahələri daha da yerlərini artırmaq istəyirəm. Bu 15 deyəndə, bu artıq 544 baldır da, düzdür. Amma ola bilər ki, bunu 15 az olduğu üçün həmin riyaziyyat müəllimliyi istəyən adam məcbur olur, məsəl üçün 580 bal rəqabət var, 580 balla sonuncu 15-ci adam yazır və buranın balı 544 yox, artıq növbəti ilin qəbulu üçün 580-ə qalxır. Balların qalxma şəkli budur. Burada diqqətli olmalısınız, əziz şagirdlər. Baxın, mən bunu hər dəfə izah eləyirəm. Sən 3-5 bal, 10 bal, 30 bal artıq toplayanda 100% qarşına qoyduğun ixtisası
sahib olacaqsan deyə bir şey yoxdur. Əsas məsələ çox xırdalıqlar var. Yəni uşaqlara baxıram, öyrəşiblər elə yuxarıdan aşağı düzüm, balları gördüyümü mənim balıma uyğundur. Mən bir dəfə şagirdin kodlaşdırmasına baxmışam, dedi ki, atam kodlaşdırıb. Yəni şoka düşmüşdüm. Uşaq keçən il 437 bal yığılmışdı. Həmin uşağın atasının kodlaşdırdığı kod vərəqini deyəcəm sizə. 460 baldan götürüb, yəni çox yaxın ərazidən 420 bala kimi 40 bal səviyyəsində bütün hər şeyi kodlaşdırıb. Bütün harda nə görüb yazıb da. Mən də dedim ki, izah edirəm valideynə ki, ay qardaş 437 bal yığıb. Sən plan yeri nə qədərdir bilirsən? Deyir ki, o nədir? Deyirəm, bəs qardaş, baxmırsansa plan yerinə, bu kodlaşdırmanı niyə eləmirsən? Bəlkə bu uşağın şansı məsəl üçün var idi, sən niyə yox edirsən? Axı biz həmişə deyirik ki, çalışın. Özünüzdən minimum 50 bal aşağını da nəzərdə tutun ki, oranın da plan yeri, say etibarı var. Ola bilər ki, sən istədiyin yerə düşməyə bilərsən, ən azından deyək ki, dil ədəbiyyat müəllimi olmursansa, ibtidai sinif müəllimi ola bilərsən. Yəni bu şansı özündən niyə alırsan? Baxmalısan, deyirəm, ən azından sən plan yerinə baxmalısan, orta statistik bala baxmalısan ki, məsəl üçün, o keçən il cədvəllər çıxardıqlar bu formada, yəni vərəqlər 1-ci, 2-ci, 3-cü, 4-cü qruplar üçün yadınızdadır. Orada da ortalama balları göstərirdilər ki, misal üçün də 400-dən 450 balı neçə nəfər yazıb, ona da baxmaq lazımdır. Ümumi hesabat aparmaq lazımdır. Bütün ixtisasları qarşılaşdırmaq lazımdır ki, sən ondan sonra seçimlərə baxa biləsən. İndiki seçimlər əvvəlki qaydada nə tər gəldi yazın deyə bir qayda yoxdur, gözəl insanlar. Sizə görə deyirəm, valla həqiqətən sizlər üçün deyirəm. Yəni, çalışın hər bir şeydə. Bəzi nüansları görürəm, mənfilikləri görürəm və bunları mən çalışıram izah edeyim. Valideynlərə də bildirirəm ki, ixtisas seçimi sizə zarafat gəlməsin. Həqiqətən çox məsuliyyətli və çətin işdir. Amma ki, bəzi fırıldaqçılar, məsəl üçün, İnanın, kursda işləyənlərə sözüm yoxdur, amma tam əhatəli bilmirlər və girişirlər, sırf pul var deyə girirlər bu söz söhbətə ki, əşli pulunu alacam, yazacam, bir dənə ağlıma gələn yeri gedəcək. Elə də düzgün deyil. Baxın, bilər-bilimizlərə verirsiniz. Məsəl üçün, gələn il, bu il sənin 2 övladın var da, deyək ki, 2 övladın. Biri bu il imtahan verir, biri gələn il. Bu il imtahan verənə heç nə bilməyən, elə ixtisas seçimi birinci dəfə eləyənə verirsiniz, elətdirirsiniz. Gələn il, məsələn, o uşaq məsələn, bu sosioloq olmaq istəmir, məcburi yazıb bunu sosioloq eləyib, bal aşağı yerdədir. Amma gələn il üçün oranın balını bu yazdığı düzgün kodlaşdıra bilmədiyi 450 balına, məsələn, gedib 330-luq yeri tutur və gələn il üçün oranı da, məsəl üçün də elə olub da vəziyyətlər ki, 330-luq yeri 450 ilə yazıblar, ən axırıncı yazan. Təsəvvür edək, 500 neçə ilə də yazıblar ki, sosioloq 200 neçə bal aşağı yeri yazıb ki, yəni 100% düşəcək. Düşər də, qardaş, düşər. Sən amma normal bir səviyyədə araşdırma eləməmsən, valideynə izah eləməmsən, bunu yəni mükəmməl şəkildə izahını bilmək istəyirsiniz, mükəmməl şəkildə olmağını istəyirsiniz, 100% təminat istəyirsinizsə, bax, mənim kimi sizə izahlar verən, düzgün istiqamət verən müəllimlərə yaxınlaşın. Həqiqətən deyirəm, özlərinə yalandan, ay mən filan yerin təhsil ekspertiyəm, ay mən mütəxəssisiyəm, boş şeylərdir. Mütəxəssis təhsil şöbələrində olur və orada da vəzifə çox yüksək səviyyələrə qalxmaq olur vəzifə ilə və bunu da işləmək üçün illərimiz gedir. Qobustan rayon təhsilində işləmişəm, mən metodist kimi, bizdə mütəxəssislər var idi. Mən orada işlədiyim müddətdən bilirəm ki, mütəxəssis olmaq üçün aparıcı mütəxəssis, aparıcı mütəxəssis, yəni bunlar vəzifədir, işdir, illər tələb eləyir. Yəni, hərəsi özünə bir açıq səhifə, TikTok, Allah TikToka baxıram, həqiqətən
özlərinin. Orada reklam yaxşıdır, özü və doğrudan düzgün reklam elə. Amma yalandan mən təhsil ekspertiyəm, DİM-in adından istifadə eləyirlər. Dövlət İmtahan Mərkəzinin adına necə? Diaqnostik İmtahan Mərkəzi istifadə eləyir. Diaqnostik İnformasiya Mərkəzi istifadə eləyir. Diaqnostik İnnovasiyalar Mərkəzi istifadə eləyir. Yəni göyə DİM-dir. Üçü də qısa hərflərlə yazır, göyə DİM-dir. Amma DİM deyirlər axı. Yəni Dövlət İmtahan Mərkəzinin adına istifadə edib sırf reklam xatirinə valideynləri aldadanlar. Mən nə qədər görmüşəm TikTokda ixtisas seçimi eləyirlər. Ay biz belə ixtisas seçimini dağıdırıq, fırladırıq, amma baxıram ki, o deyirlər. İnanın Allaha bir neçə dəfə də fikir vermişəm ki, yalan danışırlar. Bilmirlər, seçimləri necə eləyəcək. Yox, narahat olun, gətirin mən yazacağam. Allah ki, çox vaxtı da görmüşəm, neyirlər. Baba jurnal var ya, bir dənə baba jurnalı qoyurlar, açırlar qabaqlarına, plan yerinə baxmadan, tappa-tap yazırlar. Ən axıra da bir dənə Odlar Universiteti təfəkkür atır ki, heç arada düşməsə təfəkkürə düşəcək, əsas o da pul mənə qaldı. Amma valideynə izah eləmir, şagirdlə qarşılıqlı ünsiyyət yaratmır, onun ideyasını almır, qarşısındakı şagirdin ideyasına hörmət eləmir həqiqətən. Əgər qarşısındakı şagirdin ideyasını almayasansa, qarşısındakı şagirdə dəyər verməyəsənsə, bəs onda o seçimi kimin üçün eləyirsən? Yəni, mən həqiqətən o seçimlərə baxıram, çox rəzalət seçimlər eləyənlər var da. Yəni, ona əsas ixtisas maraqlıdır. Pulu ödədin, qutardı, yazacaq, axırda da bir dənə özəl yazacaq ki, 100% ora düşsün. Ona görə diqqətli olun, aldanmayın. Gözəl insanlar, ikinci şansda da hər birinizə uğurlar. İnanıram ki, bu seçimlər üçün dəstək videom sizlər üçün də kifayət qədər xoş oldu.